Sızanaq, yəni akne xəstəliyi həm yeniyetmələrdə, həm də böyüklərdə ən çox rast gəlinən dəri problemlərindən biridir. Bir çox insan düşünür ki, sızanaq sadəcə keçici kosmetik problemdir və müəyyən yaşdan sonra öz-özünə yox olacaq. Amma bəzi hallarda akne uzun illər davam edər, dəridə ləkələr və çapıqlar yaradar, hətta insanın psixoloji vəziyyətinə belə təsir göstərə bilər. Ən çox verilən suallardan biri isə budur. Sızanaq tam müalicə olunurmu? Cavab bəli. Düzgün yanaşma ilə sızanağı nəzarət altına almaq və böyük ölçüdə müalicə etmək mümkündür. Ancaq burada çox vacib bir məqam var. Hər insanın dərisi fərqlidir və aknenin səbəbi hər kəsdə eyni olmur. Buna görə də müalicə və prosedurlar individual şəkildə seçilməlidir. Bu videoda sızanağın niyə yarandığını, hansı hallarda təhlükəli olduğunu və ən müasir prosedur müalicələrini ətraflı şəkildə izah edəcəyik. Sızanaq niyə yaranır? Sızanağın yaranmasının əsas səbəbi dəridə yağ vəzlərinin həddindən artıq işləməsidir. Yağ məsamələri tıxayır, bakteriyalar çoxalır və nəticədə iltihab yaranır. Amma bu prosesə təsir edən bir çox faktor var. Hormonal dəyişikliklər, genetik meyillilik, stres, yanlış kosmetik məhsullar, düzgün olmayan dəri baxımı, yuxusuzluq, bəzi qidalar və daxili hormonal problemlər. Bəzi insanlarda yalnız bir neçə səpkilər olur. Bəzilərində isə dərin, ağrılı və iz buraxan sızanaqlar yaranır. Sızanaq öz-özünə keçir. Bəzi yüngül hallarda sızanaqlar müəyyən yaşdan sonra azala bilər. Amma orta və ağır formalarda müalicə olunmayan akne dəridə çapıq yarada bilər, qalıcı ləkələr buraxa bilər, məsamələri genişləndirə bilər, psixoloji narahatlıq yarada bilər. Ən böyük problemlərdən biri də insanların internetdə gördüyü təsadüfi məhsulları istifadə etməsidir. Yanlış krem və ya aqressiv prosedurlar dərini daha da zədələyə bilər. Sızanağın müalicəsi necə aparılır? Akne müalicəsində əsas məqsəd iltihabı azaltmaq, yağ ifrazını tənzimləmək, yeni sızanaqların yaranmasının qarşısını almaq, ləkə və çapıqları minimuma endirməkdir. Müalicə isə sızanağın tipinə və dərinin vəziyyətinə görə dəyişir. Ən çox tətbiq olunan prosedurlardan biri professional dəri təmizliyidir. Bu prosedur zamanı məsamələr təmizlənir, yağ yığıntıları çıxarılır, qapalı komedanlar təmizlənir, dərinin nəfəs alması yaxşılaşdırılır. Bu dermatoloji təmizlik prosedurlarıdır. Amma burada vacib məqam odur ki, hər dəriyə eyni təmizlik tətbiq olunmur. İltihablı və həssas akneli dəridə aqressiv sıxma prosedurları vəziyyəti daha da ağırlaşdıra bilər. Kimyəvi peeling. Akne müalicəsində ən effektiv prosedurlardan biri kimyəvi peelingdir. Bu prosedur zamanı xüsusi turşular vasitəsilə ölü dəri təbəqəsi yenilənir, məsamələr açılır, yağlanma azalır, sızanaq izləri yüngülləşir. Ən çox istifadə olunan peelinglərə salisil turşusu, glikolik turşu, mandelik turşu, Gesner peelingi olur. Peelinglər həm aktiv sızanaqlarda, həm də ləkə problemlərində istifadə edilə bilər. Ancaq peeling seçimi mütləq dəri tipinə uyğun aparılmalıdır. Çünki yanlış peeling dəridə yanıq və daha çox ləkə yarada bilər. Lazer müalicələri. Müasir dermatologiyada lazer prosedurları da geniş istifadə olunur. Lazer müalicələri iltihabı azaltmağa, yağ vəzlərini tənzimləməyə, qızartıları azaltmağa, akne çapıqlarını yüngülləşdirməyə kömək edə bilər. Xüsusilə akne sonrası qalan çapıqlarda fraksional lazer prosedurları yaxşı nəticələr verə bilir. Amma hər çapıq tipi üçün eyni lazer uyğun olmur. Mezoterapiya və dəstəkləyici prosedurlar. Bəzi hallarda dəri balansını bərpa etmək üçün xüsusi mezoterapiya prosedurları tətbiq edilir. Bu prosedurlarda vitaminlər, antioksidantlar, dəriyə uyğun aktiv maddələr istifadə olunur. Mezoterapiya xüsusilə zəifləmiş və iltihab sonrası zədələnmiş dərilərdə dəstək məqsədi ilə istifadə edilə bilər. LED və işıq müalicələri. Son illərdə mavi işıq və LED terapiyaları akne müalicəsində də istifadə olunur. Bu prosedurlar bakteriyaların azalmasına, iltihabın sakitləşməsinə, dərinin bərpasına kömək edə bilər. Xüsusilə həssas dərili insanlarda əlavə dəstək proseduru kimi tətbiq edilir. Dərman müalicəsi. Bəzi hallarda yalnız prosedur kifayət etmir və dermatoloq dərman müalicəsi də təyin edir. Bu müalicələrə daxil ola bilər xüsusi kremlər, antibiotiklər, retinoidlər, hormonal müalicələr, izotretinoin tərkibli preparatlar. Ancaq bu dərmanlar mütləq həkim nəzarətində istifadə olunmalıdır. Xüsusilə sosial mediada tövsiyə edilən dərmanları özbaşına istifadəsi ciddi yan təsirlər yarada bilər. Akne çapıqları tam keçmir. Bu sual çox verilir. Ən çox istifadə olunan prosedurlarda fraksional lazer, mikro iynələmə, TCR cross, peelinglər, pirpik prosedurları olur. Akne çapıqları tamamilə yox olmaya bilər. Amma müasir prosedurlarla görünüşü ciddi şəkildə azaltmaq mümkündür. Çapığın tipi və dərinliyi
müalicənin nəticəsindən birbaşa təsir edir. Niyə hər kəsə eyni müalicə olmur? Ən vacib məqam budur. Çünki hər sızanaq eyni deyil. Bəzi insanlarda problem hormonal olur. Bəzilərində isə dəri baxımı və ya genetik faktorlar əsas rol oynayır. Eyni prosedur bir insanda çox yaxşı nəticə verdiyi halda, digər insanda uyğun olmaya bilər. Bu səbəbdən akne müalicəsi individual şəkildə planlaşdırılmalıdır. Dermatoloq dəri tipini, sızanağın növünü, iltihab səviyyəsini, ləkə və çapıqları və hormonal vəziyyəti qiymətləndirərək uyğun müalicə planı hazırlayır. Evdə nələrə diqqət etmək lazımdır? Akne müalicəsi zamanı ev baxımı da çox vacibdir. Bunun üçün dərini həddindən artıq qurutmamaq, uyğun təmizləyici istifadə etmək, sızanaqları sıxmamaq, SPF istifadə etmək, aqressiv məhsullardan uzaq durmaq, gecə makiyajda yatmamaq vacibdir. Qısa olaraq, sızanaq xəstəliyi müalicə oluna bilən dəri problemidir. Amma düzgün nəticə almaq üçün səbəbin müəyyən olunması və individual müalicə planı çox vacibdir. Bir çox effektiv üsullar mövcuddur. Ən vacib məsələ isə internet məsləhətləri ilə öz başına müalicə aparmamaq və dermatoloq nəzarətində düzgün prosedur seçməkdir. Çünki düzgün yanaşma həm aktiv sızanaqları azaltmağa, həm də gələcək çapıqların qarşısını almağa kömək edir.